Salam mərkəzi dostlar, bu günləri bizə Mex birjası tərəfindən daha bir maraqlı bir kampaniya verilib. İstəyirdim sizi kampaniya haqqında məlumatlandırım və bu kampaniyadan necə faydalana bilərik buna baxaq. Həmçinin də dostlar disclaimer olaraq xatırlatmaq istəyirəm ki, kriptovalyutada etdiyiniz bütün yatırımlar riskli investisiya sayılır. Mənim videolarım sadəcə olaraq demonstrativ xarakterli videolardır və heç bir halda sizə yatırım məsləhəti vermir. Şərtlər çox sadədir, çətin bir şey yoxdur. Gördüyünüz kimi Mex tərəfdaşları üçün ekskluziv dəvət proqramı var. Burada qeydiyyatdan keçmək üçün sadəcə olaraq indi qeydiyyatdan keçin butonuna basırsınız. Dəvət kodu yerində tam əmin olursunuz ki, bu gördüyünüz kimi bizim bu kod var. Çünki bu kod olmasa kampaniyaya qoşmaq olmur. Bu kod var və ondan sonra da emailinizi yazıb, təbii ki, qeydiyyatdan keçin düyməsini vurub özünüzə hesab düzəldə bilərsiniz. KYC keçib, daha sonra artıq burada göstərəcəyik ki, hansı əməliyyatları etməlisiniz ki, müəyyən qədər bonus qazanasınız. Bunun üçün gördüyünüz kimi bizdə tədbir başa çatır var. Ayın 22-si bitəcək. Deməli, may ayının 22-si bitəcək və mükafatın təmin edilməsi vaxtı may ayının 25-nə qədərdir. Ümid edirəm ki, keçən dəfə kimi olmayacaq və hətta mən danışıqlar aparmışam ki, keçən dəfə kimi olmasın. Bu dəfə bonuslar vaxt-vaxtında dağıdılacağına, yəni belə deyək də, bizə tam olaraq əminlik veriblər. Maksimum 25 USDT bonus mükafatı əldə etmək olur. Bunun üçün nə etməliyik? Təkmilləşmiş KYC və depozit. Yəni KYC keçirik və sadəcə olaraq depozit edirik. Hətta trade etməyə də bilərik, amma etsəz pis olmaz. Çalışın ki, hansısa fake həcmlər və yaxud hansısa bir, nə bilim, multi-account qurmaq, bir telefondan 2 hesab, 3 hesab açmaq, eyni Wi-Fi-dan 5-6 hesab açmaq, bunları eləməyin. Bunlar olmaz. Risk kontrola ilişə bilərsiniz və heç bir mükafat qazanmaya bilərsiniz. Ona görə də bu məqamda diqqətli olmağınızı məsləhət edirəm. Dəvət kodu ilə qeydiyyat keçin. Göstərdiyim az öncə necə lazımdır. Təkmilləşmiş KYC-ni tamamlayın və tədbir üzrə qeydiyyat keçin. Təkmilləşmiş KYC, yəni sənəd qeydiyyatı və face control keçirsiniz bunları. İlk dəfə 100 USDT depozit qoyun və ən azı bir gün saxlayın. Bəli, sadəcə olaraq 100 USDT və üstü depozit qoyub bir gün balansda tutmaq lazımdır. 102, 103 USDT də qoyub saxlaya bilərsiniz balansda, yəni problem deyil. Sırf 100 göndərməyin, bəzi birjalarda komissiya tutur, məsəl üçün siz tutaq ki, Binance-iniz varsa, oradan bura göndərsinizsə və yaxud cüzdandan bura göndərsinizsə, ola bilər ki, komissiya tuta bilər. Ona görə də 102, 105, 103, bax bu aralıqda olan USDT artıra bilərsiniz, əlavə edə bilərsiniz. Həmçinin də məhdud müddətli əlavə təklif var. 10 USDT qazanmaq olur. Əgər depoziti PKP ilə qoymusunuzsa və yəni ilk depozit, yəni 105 USDT-ni PKP ilə qoymusunuzsa əlavə 10 dollarda və cəmlikdə 25 plus 10 30 dollara kimi qazanmaq mümkündür. Həmçində burada baxın məlumatları göstərir ki, hansı qaydalar var. Qaydalara mütləq şəkildə riayət eləyin. Qaydaları təbii ki, bax biraz da böyüdüm. Özünüz zaten oxuyub öyrənə bilərsiniz qaydaları. Məsləhət görərdim ki, qeydiyyat keçərkən mobil telefondan da istifadə eləyin. Mobil telefondan daha yaxşı olacaq. Daha yaxşı şans var ki, risk kontrol problemləri yaşamayasınız. Yəni kompüteriniz varsa onunla da eləyə bilərsiniz, amma mobil telefonla etməyizi daha məsləhət görərdim. Gördüyünüz kimi 13.05 tarixindən sonra qeydiyyat keçən, yəni ondan qabaq qeydiyyat keçən üzərlər ola bilməz. 13.05 zaten bu gün ayın 14-düdür və kampaniya əsasən bu gündən başlayır. Tədbirdə 100 nəfər iştirak edə bilər, amma xatırladım ki, bu 100 nəfər tez də ola bilər, çünki tək mənim linkimdə deyil bu, bir neçə başqa belə deyək də YouTuberlərin linkində də bu var. Ona görə də mütləq şəkildə diqqətli olun və vaxtında iştirak eləməyə cəhd eləyin. Hələ ki yer var, ola bilsin ki 2 gündən sonra burada yer qalmasın. Ola bilər ki, qala da bilər, yəni dəqiq məlumat deyəmərəm. Həmçində deyir ki, 100 USDT depoziti hansısa daxili köçürmə eləməyin, yəni başqa user Mex hesabından sizə göndəriş eləməsin. Bunları eləmək olmaz. Həmçində dostlar, biraz istəyirdim Mex haqqında məlumat verim. Bu birjanı unikal edən məqamlardan əsasən biri də odur ki, burada spot trading fee gördüyünüz kimi Maker 0-dır, Taker 0.05%-dir. Və bu mövcud olan birjalar arasında mən daha öncəki videomda da bu haqda danışmışdım. Mövcud olan birjalar arasında da ən belə deyək də aşağı komissiyalar olan birjalardan biridir. Hətta base komissiya, yəni komissiyasız birjalardan biridir. Həmçinin də futures trading fee-də də həmçinin Maker gördüyünüz kimi artıq yəni 0 demək olar ki, yəni yox vəziyyətdədir. Həmçinin də Taker-də 0 vəziyyətdədir. Bəzi cütlüklər ümumiyyətlə heç bir komissiya tutmur. Həmçinin də biz burada
ayrı-ayrılıqda da baxa bilərik ki, hansı cütlüklərdə komissiyalar nədir? Ayrı-ayrılıqda baxa bilərik, hər biri haqqında məlumat toplaya bilərik. Hətta baxın görürsüz Solana USDT, yəni qızıl, silver, yəni gümüş, neft, VTI neft, Brent neft bunlar üzrə 0. Yəni yoxdur. Komissiya deyilən bir şey yoxdur. Necə istəyirsən, nə qədər istəyirsən 10 dəfə al sat, istəyirsən 20 dəfə komissiya yoxdur. Amma bütün hallarda xatırladım ki, MEX birjası belə deyək də, hansısa botlara və yaxud digər hansısa bir tez-tez trade edən proqramlara qarşı biraz həssasdır. O zaman da diqqətli olun. Çalışın ki, az bir məbləğlə başlayıb, artıq tam birja öyrəşəndən sonra, başa düşəndən sonra alqoritmasın, ondan sonra yavaş-yavaş hansısa bir böyük məbləğlə trade edə bilərsiniz. Bütün hallarda xatırladıram ki, trading özü də riskli bir investisiyadır və siz təbii ki, risk eləyəndə həmişə aşağı səviyyələrdən başlayıb sonra yuxarı gedin. Birdən-birə böyük bir məbləğlə risk eləməyin heç bir adı yoxdur, mənası yoxdur. Siz burada itkiyə yol verə bilərsiniz. Nəinki bu birjada, bütün digər trading növlərində də həmçinin. Həmçinin də əgər sizin balansınızda MX tokeni varsa, siz 20%-lıq endirimi də qoşa bilərsiniz. 20%-lıq endirimi qoşduqdan sonra artıq trading fee, yəni 20% endirimə düşür. Zaten burada demək olar ki, fee yoxdur. Fee olan takerdadır. Yəni siz order qoyub nəyisə satırsınızsa, makersınızsa fee ödəmirsiniz. Və futures trading fee-də də həmçinin biz bunu qoşa bilərik. Hal-hazırda balansımda yoxdur mənim MX tokeni. Burada da həmçinin 20% endirimlə biz təbii ki, trade eləyə bilərik. Həmçinin də burada interface əldə çətin bir şey deyil. Necə order açılıb bağlanır bu haqda yəqin ki, əlavə bir video olacaq məndə. Amma yəni hal-hazırda düşünmürəm ki, elə bir videoya ehtiyac olsun. Və gördüyünüz kimi burada bütün funksiyalar var. Bütün funksiyalar Azərbaycan dilində var. Əgər dil dəyişməsinizsə, təbii ki, burada dil dəyişə bilərsiniz. Mən adətən ingilis dilində istifadə etdiyimə görə, ən çox vaxt ingilis dilində istifadə etdiyimə görə və bəzi sözlərin bizim dildə biraz mənasını etdiyinə görə biraz çətin olur. Amma ingilis dilində məsəl üçün biz burada isolate, margin, cross hamısını bunları x-ləri istifadə edə bilərik. Burada təsəvvür edin ki, 1000x-ə qədər order açmaq olur. Bu çox böyük bir riskdir. Bu elə bil ki, 1 saniyə içində likvidasiyaya getmək, bəlkə də saniyə yarım içində likvidasiya getmək. Bunu eləmək üçün artıq konkret olaraq çox az bir trader olmalısan və bazarın az hərəkətli vaxtında yəqin ki. Amma belə çox böyük x-lər, çox böyük və tez sürətli itkiyə gətirib çıxarda bilər. Ona görə də təhlükəsiz x-lərlə istəsəz trade edə bilərsiniz. Yoxlaya bilərsiniz öz bazarlarınızı. Böyük x-lər təbii ki, artıq böyük risk deməkdir. Siz təsəvvür edin ki, siz riski 1000 qatına artırırsınız. 1000 qatına. Bu hansısa bir coinin yəni cüzi bir düşüşü deməkdir ki, artıq sizi lig eləsin. Ona görə də çox diqqətli olun. MEX birjasına depozit eləmək üçün də on-chain, yəni depozit eləyə bilərsiniz. İstənilən üsullardan birini seçərək. USDT seçsəz, burada üsullar çoxdur. Binance Smart Chain var, Tron var, Ethereum var. Mən məsəl üçün Binance Smart Chain istifadə edirəm. Aptos istifadə edirəm. Plasma həmçinin komissiyaları çox ucuz olduğuna görə. Ən sürətli hal-hazırda baxın burada 24 saniyə Binance Smart Chain-dən depozit balansa oturur və digər blockchainlər də burada var. Əgər hansısa bir blockchain-də USDT-niz varsa, təbii ki, dərhal köçürmə eləyə bilərsiniz. Çıxarış da həmçinin çıxarış üçün də çox fərqli və küllü miqdarda üsullar var. Komissiyalar da çox yüksək deyil. Zaten burada da çıxarış üçün də biz komissiyalara baxsaq, Binance Smart Chain üzrə ümumiyyətlə 1 sentli çıxarış, yəni yox vəziyyətdədir. TRC 21 dollar. Məlumə səhə TRC hər yerdə bahadır. Plazma ümumiyyətcə, yəni bildiyiniz kimi plazma USDT-nin əsasən belə deyək də bir növ hub olduğuna görə gördüyünüz kimi baxın burada da 0-dır və görürsüz burada var. Mən məsəl üçün özüm də həmçinin görürsüz burada tutaq ki SEI kriptovalutası almışam, çıxarmışam, USDT çıxarmışam, görürsüz plazma ilə. Yəni hər şey qaydasında, hər şey okey, sürətli və çox yaxşı işləyir hələ ki. Ümid edirəm ki birjada problem yaşamazsınız. Əgər siz mənim referalımsınızsa, yəni qeydiyyat keçmisinizsə, bu videoya baxmısınız, referal kimi qeydiyyat keçmisinizsə, hansısa bir problem yaşamısınızsa, dərhal mənə Telegramda yazın. Hansısa bir problem yaşayırsınızsa, mən də mütləq şəkildə belə deyək də MEX birjasında olan şəxslərə sizin problemlərinizi mütləq şəkildə çatdırıram ki, operativ olaraq həll olunsun. Belə dostlar, ümid edirəm video xoşunuza gəldi. Videonun altında öz fikirlərinizi, öz rəylərinizi yazın. Videonu like eləməyi və kanala abunə olmağı da unutmayın. Həmçinin də Telegram qruplarına qoşulun ki, daha ətraflı məlumatlar toplaya biləsiniz. Bu gördüyünüz kampaniyanın linki də videonun altında olacaq. Sağ olun, gəlin görüşərdək.